Dünyanın da düşdüyü hala bax. Bayaq bir təsadüfən idi, hər kəsdə əlində şey var da, telefon platformaları. Bir canlı çıxdı qabağa. 2 dənə cücə oturub. Cücə də deməzdim, 2 dənə fınış deyərdim də. Sifətin yaraları göstərir. Orada da anası yığır. Hə mama deyir. Neysə maması buna egzamindən keçməyini təbrik eləyir filan. Güya egzaminləri veribdi. Neyse baxdım söz tapanmadım. Prosto böyle yazdım ki sizə söz tapanmadım da. Yani çok özür dilerim. Cavanlıq durub da, yani gedib yoxdur. Cavanlıq yoxdur. Yani baxıram. Deyirəm ki bunlar hər 10 ildən sonra vurulan peyvənd var. Ya da ki o uşaq doğulanda. Məncə bu bir proqramdır. İndiki uşaqlara baxırsan, düzdür hamıya aid olmasa da eyni oxşar xarakterlidirlər. Və söz deyəndə də doğru, xoşuna gəlməyərək ona bir acı. Baxıb mənim səhifəyə, mənə şey eləyir, bax edir, belə kim yazıb, nə edib, belə lağlayan fason, həm də şey eləyib də. Atdı bloka ki, güya bunlara yazacağım. Bir dənə kəlmə yazdım, qutardı getdi də. Yəni, deməyim odur ki, bugünkü cavanlar dünya savaşdı, başına gələcək hadisələri düşünmür. Gedirsən Dargovaya, bir neçə gündür gedirsən, gəzirsən, əlində kalyan olan dolu da, yəni bunlar bir dənə şey düşünür. Hər yerdə də baxıram videoda, bayaq həmən o fınışlarında, onlara fınış demək olar da. Çünki elə sözlər, elə danışıqlar, elə şeylər, pullu kişi istəyirik, nə bilim pul belə, filan belə, Türkdən, oradan, buradan 1000 dənə şeydən danışdı. Mən valla bir çox belə reddi qabağıma cavanların indi canlı yayım danışıqları çıxıram ki, yəni indiki valideynlər, siz öz cavanlarınızın, qızlarının harda olduğu, nə oyunlardan çıxdığınızı və bu TikTok platformaların yaranması, onlarda canlı yayınların açmağının sabahki gün daha çox boşanmaları, daha çox fınış yetişdirməyini, daha çox üzr istəyirəm pis yollara düşməyini nojeli düşünmürsünüz və düşünürsünüz ki, bu yol qazanc yoludurmu? Mən bir ekstrasens olaraq çoxlarının xətrinə dəyə bilər, çünki çoxdur onlar. Onların çoxu da mənə ağzına gələn yazar, ay sən nəsən filan. O çox belə xətrimə dəyən bir məsələ, bir an oldu. Bayaq baxdım videolara, üzü göstərmir. Yaraları göstərir. Və başlayırlar belə də beldən aşağıdan yuxarı qədər hər şey danışır. Orada da mama yığır. Mama dayan da, onun da yola verdi. Mama da bir soruşmur ki, ay qız hardasan, nəyinizə, nə qələt eləyirsən. Böyük kiçik də bilmir, ağzına gələn danışır. Belə bir dövrdə zəlzələlərin də başına gətirməyi, İran savaşın bölgəyə yayılmağını, TikTok, bu platformalar çox şeyin gözünü bağlayır, çox şeyi görməyə qoymur dünyada gedən şeylər. Bunu demək istəyirəm. Belə getsə təbii ki, bu cavanlar ölməli olan cavanlar da o kimi hansı ki tərbiyəsizlər və bu tərbiyəsizlərin qalmaqdan sonra ağıllıların qalmağı da aşıdır. Çünki ağıllılar dünyada nəyəsə yarayar. Ona görə də əziz valideynlər və tərbiyəli ailə insanları, mən sizdən üzr istəyərək o tərbiyəsiz ailədəkilərə də deyirəm ki, heç olmasa o öz uşaqlarının danışıq tərzlərini, o platformalara girib kişi axtarmaqlarını sizin aclığınıza, gələcəkdə başınıza gələcək böyük hadisələrinizi qorumaqdan o tərəfə qalsın. Nəinki qorumağa, nəinki... Yəni, necə deyim, söz tapanmadım da, yəni. Mən sadəcə olaraq indiki cavanların çoxunun TikTok açaraq dilənməklərinə, bunlar çox adam deyir. Gedib qalyan xanalarda, Dargovada, 1000 dənə yerdə kişi tapmaq, yaşayış, bu nə qədər gedəcək? Yəni, onu da bilmək, bu nə qədər, hara gedəcək? Və bundan baş qatdıqca, dünyada gedən prosesləri analiz etmədikcə, masonlar böyük savaşları gətirərək bir gün savaş
yaxınlaşdırıb bizi öldürəndə, zəlzələləri daha çox alovlandıranda, onda siz qalyanı harda çəkəcəksiniz? Orada pullu kişini harda tapacaqsınız? Orada bu tərbiyəsiz, bu ağılsızlıqla, bu savadsızlıqla, bu insanlara qarşı bu cür tərbiyəsizliklə böyümüş bir nəsil cavanlarından kimlərdirsə onlara da aid sözləri. Başına gələnləri bilməyən yazıqsınız. Yazıqsınız. Çox böyük zəlzələlər gətirəcək başımıza. Bu başla, bu ağılla zəlzələ olanda qalyanınızı hara soxacaqsınız o zaman? Necə, harda çəkəcəksiniz? Nətər onu o qalyanı harda necə soxub çəkəcəksiniz? Hansı deşikdə, hansı bir tuneldə? Yəni inkişaf etmək, düşünmək, gedən prosesləri izah etmək, bunlardan necə qorunmaq, düşünməyin əvəzinə bir tərəfdən dünya savaş baş alır, gedir. Ukraynadakı savaş Maçkalının dibinə qədər dronlar gəlib çıxıb. Burada qulaqda İran. Çox pis bölgədə yaşayırıq. Çox pis bölgədəyik. Pis bir yerdəyik. Pis bir bölgəmizdəyik. Nə deyim? Allah qorusun. Mən indiki cavanların ağılsızlığını, bu cür yaşamağını sabah böyük başına, nə bilim, bu ağılla çətin özünüzü qoruya bilərsiniz. Neyse. Allah sizi qorusun. Mənim yuxuları da bir şeylər gələndə həmişə düz çıxır, bilirsiniz. Dünən də bir dənə yuxuda mənə uzun saçlı, başı bəli fırlanan qadınlar, qışqıran, bölgə savaş, bu şeylər gördü zaten və onu da analiz elədim. Çox yaxın bir zamanında İran savaşının daha alovlanması, böyüməsi. Mən yaxın zamanlarda təzə İran savaş başlayanda qorxma demişdim. İndi qorx deyirəm. İndi hər kəs bölgədəki bütün ölkələr, hər kəs İran savaş, Amerika savaş, bölgə savaşın böyüməkdən qorxmalıyıq. O barədə böyüklərimiz düşünməli və daha da çox böyük sellər. Bu sellərdən danışarkən bir dənə də proqnoz, hələ bu proqnozun içində deyəcəm, bunu ayrı bir də paylaşım edəcəm. Mingəçevir ərazidə damba var, hansı ki qurulub da Gesin suları üçün. O daha bərk etməlidir böyüklərimiz bizim. Daha böyük sellər gəlib axacağımı, partlayacağımı, yol açacağımı o Dağıstanda olduğu kimi olmasın deyə deyirəm. Kür çayını tuta bilməyəcəyi qədər böyük sellərin, ətraf yəni ölkələrin, şəhərləri, kəndləri daha çox su altında, Allah uzaq eləsin, hadisələr olmaması üçün Kür çayın, ərazilərin, aşacaq yerlərin daha nələrsə etməyi, düşünməyi və Kürdəki GES stansiyanın o ətrafdakı damba barədə daha möhkəmləşdirməyi düşünmək lazımdır. Ya su sellərdən nəsə ziyan dəyə bilər, ya da ki, Allah uzaq eləsin, İran savaş daha böyütsə düşməndir də o bizim üçün. İran nə vaxtdan o qədər yaxın dost olub ki, düzdür, dost deyənlər də var, amma apardığı danışıqlar hal-hazırda hökumətin içində bəzi deputatların Azərbaycanın bu danışıqlar da artıq göstərir. Onu qorumaq barədə çox düşünmək lazım. Mingəçevirdəki su anbar stansiyasının daha çox gücləndirməlidir. Allah köməyin olsun. Bölgə savaş yuxusu görmüşəm. Nə deyim? İndiki cavanlar da öncür üstünə gedib də həyatda yoxdur ki, nə başa düşür ki, neysə. Allah qorusun. Həm yuxunu izah elədim, həm də ki, cavanlardan olan bir temanı demiş oldum. Mingəçevirdəki o anbar, su anbarının gücləndirilmiş bir rejimə daha çox möhkəmləndirmək lazımdır. Düzdür, bu yaxın günlərə aid deyil, amma yaxın aylara, il yarıma, 2028-ci ilin sonuna qədər o Mingəçevir stansiyanın su aşması, su dağılması kimi bir şey hiss Bax, bunu məndən eşitmiş olursunuz. Sonra deyəcək ki, qorxu verirsiniz. Yox, qorxu vermirəm. O stansiyanın, Mingəçevir anbarı, su yığılmış anbarı, GES olan stansiyanı daha çox qorumaq və belə tikilmək, gücləndirmək lazımdır o ərazini. Orada nəsə gözümə yaxşı şeylər hiss etmirəm. Kürçay, sellər hər yerdə daha çox olacaq.
Əsas da oranı qorumaq lazım. Daha çox böyük şeylər orada olmasın deyə.